Salam əziz dostlar. Bugünkü söhbətimiz Azərbaycan Cümhuriyyətinə və milli məfkurəyə həsr olunub. Orta kanalın qonağı Cümhuriyyət dövrünün ən mötəbər araşdırıcılarından biri Bakı Avrasiya Universitetinin professoru Ədalət Tahirzadədir. Xoş gəldiniz Ədalət bəy. Xoş gününüz olsun. Ədalət bəy, 1918-ci ildə Müsəlman şərqində ilk dəfə demokratik dövlət idarə etmə üsulu elan olundu. Və bu planetar əhəmiyyətli hadisə Türkiyə Cümhuriyyətindən də 5 il öncə Azərbaycanda baş verdi. Cəmi 2 il fəaliyyət göstərməsinə baxmayaraq, Azərbaycan Cümhuriyyəti çox böyük işlər görə bildi. Demokratiya sahəsində bəzi Avropa ölkələrindən də çox irəli gedə bildi. Amma təəssüflə qeyd etmək lazımdır ki, bizim Azərbaycanlıların o dövr barədə biliklərimiz məhduddur və bəzən ziddiyyətlidir. Elə başlayaq ölkənin o vaxtki dövlətin rəsmi adından. Rəsmi olaraq biz oxuyuruq ki, Azərbaycan Xalq Cümhuriyyəti, bəzən Azərbaycan Demokratik Respublikası yazılırlar. Amma sizin mətnlərinizdə mən görürəm, siz yazırsınız Azərbaycan Cümhuriyyəti. Bunun hansı doğrudur? Biz İlqə Məhmədlə məşhur mühacirətşünas, İstanbul Universitetinin doktorantıdır. İndi qutarır bu yaxında. İlqə Məhmədlə bir yerdə kitab yazmışıq. Azərbaycan Cümhuriyyəti. Bu kitab İsveç dilində, Danimarka dilində, bizim ana dilimizdə, Rusca və İngilizcə nəşr olunub. Müxtəlif ölkələrdə yayılıb. Və burada biz Cümhuriyyətin tarixini Məhəmməd Əmin Rəsulzadənin Azərbaycan Cümhuriyyəti kitabından sonra ikinci dəfə ən qısa şəkildə icmal halında oxuculara təqdim eləmişik. Cümhuriyyətin tarixini öyrənmək istəyənlərə mən bu kitabla tanış olmağı məsləhət bilirəm. İndi gəlirəm. Mən indi gəlirəm Azərbaycan Cümhuriyyəti. Bəli. Mən indi gəlirəm sizin sualın cavabına. Niyə Azərbaycan Xalq Cümhuriyyəti yox, Azərbaycan Cümhuriyyəti yazıram mən? Və bu əlimdəki kitabça, mənim kitabçam, sizin sualınızın cavabından ibarətdir. Azərbaycan Cümhuriyyəti ilk milli dövlətimizin gerçək adı. Niyə Azərbaycan Xalq Cümhuriyyəti olmaz? Ona görə olmaz ki, Cümhuriyyətin adı onun ən önəmli atributları sayıla biləcək deməli bəlgələrdə əks olunur. Bu kitabın sonunda mən arxivlərdən topladığım bəlgələr əsasında nələr vermişəm? Dövlət möhürləri, bütün nazirliklərin o dönəm nazirliklərinin, komitələrinin və mühüm idarələrinin möhürləri, dövlət möhürlərinin bəli, üzərində hamısında Azərbaycan Cümhuriyyəti yazılır. Azərbaycan Cümhuriyyəti yazılır. Bax görürsünüz, deməli, ay ulduz və ətrafında ərəb əlifbasında, əski əlifbada Azərbaycan Cümhuriyyəti yazılır. Hamısında. Bəli. Pullar. Pulların, Cümhuriyyət pullarının üstündə Azərbaycan Cümhuriyyəti, bəziləri çox nadir hallarda Rusça da var. Azərbaycanskaya Respublika, demokratikaya sözü yoxdur və fransızca var. Republik de Azərbaycan. Deməli, Azərbaycan Cümhuriyyəti. Bax, pullarımızın hamısı. Sonra nədir? Poş markaları. Poş markalarının da hamısında üstündə, görürsünüz, fransızca Republik de Azərbaycan, yuxarısında isə Azərbaycan Cümhuriyyəti yazılıb. Sonra Cümhuriyyətin, dövlətin adı harada yazılır? Dövlətin adı, bax, Rusçasında Presidentiya Soveta Ministrov Azərbaycanskoy Respubliki, Azərbaycanskoy Respubliki. Bu 19-cu il. Üstündə nə yazdı? Bizim əski əlifbada Azərbaycan Cümhuriyyəti
Heyət Vükəla sədri, Heyət Vükəla Nazirlər Şurası sədri, Azərbaycan Cumhuriyyət. Ondan sonra bax bu hərbi nazir, Azərbaycan Cumhuriyyəti Hərbiyə Naziri Səməd bəy Mehmandarovun blankı. Doğru. Ondan sonra bu saat diyeyim xarici pasport. Xarici pasportda dövlətin adı olar da, elə deyil. Doğru. Yazıb bu Əli Kərimova verilmiş o dönemdə Cumhuriyyət tələbələrindən biridir. Üstündə yazıb Azərbaycan Cumhuriyyəti təzkərəsi. Və Ruscası özünüz oxuyun. Azərbaycan pasport Azərbaycan, zagraniçный pasport Azərbaycanskая Respublika. Azərbaycanskaya Demokratiyaya sözü yoxdur ki. Azərbaycanskaya Respublika tərcüməsi nədir? Republik de Azərbaycan tərcüməsi nədir? Azərbaycan Cumhuriyyəti. Və indi soruşacaqsınız ki, və bunlar yüzlərləndir. Mən bu kitabda yalnız bəzi örnəkləri vermişəm və bunu sizin verilişə, daha doğrusu bu kanala bağışlayıram. Bu qalsın, nə vaxt lazım olsa istifadə edə bilərsiniz Cumhuriyyət kitabını da. Bəs Azərbaycan Xalq Cumhuriyyəti hardan yarandı? 1998-ci ildə rəhmətlik Prezident Heydər Əliyevin sərəncamı çıxdı. Deməli, yubileyini keçirməsi haqqında qərar verildi və bu qərar nəyə əsasən verilmişdi? Təbii ki, Heydər Əliyev arxivlərdə çalışası deyildi, ona hazır materiallar verilməliydi və o materialı təsdiq edirdi. Onun əsasında fərman verirdi. O fərmanı da ona o dönemdə Azərbaycan Milli Arxivlər İdarəsinin rəisi və bir də Tarix İnstitutunun direktoru birgə arayış vermişdilər ki, bu dövlətin adı Azərbaycan Xalq Cumhuriyyətidir. Onlar da hardan götürmüşdülər? Onlar da İstiqlal Bəyannaməsindən götürmüşdülər. İstiqlal Bəyannaməsində yazılmışdı ki, bu dövlətin şəkli idarəyi siyasiyyəsi Xalq Cumhuriyyətidir. Xalq Cumhuriyyətidir. Dalı ilə də gəlirdi, Azərbaycan Xalq Cumhuriyyəti bəyan edir və s. Və deməli, bu əslində fikir nədir? İdarə şəkli Azərbaycan Xalq Cumhuriyyətidir. Yəni orada da xalq demokratiya anlayışında gedir. Demokratız, xalqın hakimiyyəti. Bəli. O dönemdə ümumiyyətlə xalq yerinə çox vaxtı demokratiya sözü işlədi. Azərbaycan demokratiyası buna inanır ki, yəni Azərbaycan xalqı. Və o dönem indi İstiqlal Bəyannaməsinə gələk. İstiqlal Bəyannaməsində yazıldı bu. İstiqlal Bəyannaməsində nə vaxt elan olunub? 28 may 1918-ci ildə. Düzdürmü? Elan olunub. Harda? Gürcüstanda. Canişin sarayında, Mavi Salonda. Olmuşam orada dəfələrlə. Bu vaxtı hökumət də Fətəli xan Xoyskinin başçılığı ilə birinci hökumət kabinəsi quruldu. Və o hökumətdə nazirlər var idi. Amma o nazirlərin cibində evdən gətirdiklərindən başqa bir qəpik pul var idimi? Xəzinə var idimi? Yox idi. Oturmağa bir masa var idimi? O nazirlərin oturması üçün? Yox idi. Bir nəfər polisi var idimi? Bir nəfər əskəri var idimi? Yox idi. Bunların heç biri yox idi. Bu necə deyərlər? Elan olunmuş bir hökumət idi. Hökumət nə vaxt yarandı? 16 iyunda Tiflisdən Gəncəyə köçdü hökumət. Bütün gəldi və ikinci kabinə 17 iyunda yarandı Fətəli xan Xoyskinin başçılığı ilə. Ondan sonra başladı bu nazirliklər gerçək fəaliyyət göstərməyə. 28 mayda dövlət hələ elan olunmuşdu. Adı yox idi.
Devletin adı indice gösterdiğim bu senetlərdə əksini tapdı. Onun pulunda əksini tapdı. Onun devlet mühürlərində əksini tapdı. Gerblərdə, ondan sonra markalarda, pullarda, pasportlarda ve başka sənədlərdə. Gördüğümüz kimi bu devletin adı, resmi adı Azerbaycan Cumhuriyeti. Cumhuriyetidir. Ve salam. Ve size bir şey dedim. Məhəmməd Əmin Rəsulzadənin Türkiye'de, İstanbul'da bıraktığı kitabın adı Azerbaycan Cumhuriyetidir. Bu devletin başında Məhəmməd Əmin Rəsulzadə durmuştu. Ve Azerbaycan Xalq Cumhuriyeti yazıydı da. Ondan sonra ben indi nəşrə hazırlamışam. İnşallah bu yaxınlarda çıxacaq. Həmin hökumətin rəsmi qanun ve binagüzarlıqları, yani sərəncamları toplusu var. Adı belədir. Azerbaycan Cumhuriyeti hökumətinin qanun ve binagüzarlıqları məcməyi ve binagüzarlıqları məcməyi resmen gedir Azerbaycan Cumhuriyeti, orada Azerbaycan Xalq Cumhuriyeti yazılmayıb. Doğru. Cumhuriyetin ikinci bir resmi nəşri də var idi. Azerbaycan Cumhuriyeti hökumətinin əxbarı. Azerbaycan Cumhuriyeti. Və mənə elə gəlir ki, sizin sualınıza mən cavab verdim. Hörmətli Ədalət bəy, çox gözəl söhbətə görə sizə təşəkkür edirəm. Maarifləndirdiniz, bilmədiklərimizi öğrendik sizden. Cumhuriyet dövrü bizim tariximizin en önemli dövrlerinden biridir, belki de birincisidir ve bu barədə bizim biliklərimiz tam olmalıdır, yetkin olmalıdır, doğru olmalıdır. Ben size teşekkür edirəm. Sağ olun. Əziz Dəvət dostlar, üçün mən də sizə minnətdaram. sağ olun, var olun. Əziz dostlar, bizim Ədalət bəylə olan bu maraqlı müsahibəyə baxdığınız üçün sizə təşəkkür edirik və xahiş edirik ekranlarınızda beğeni işarəsini basın və bu videonu paylaşın. Bizim auditoriyamız xüsusi auditoriyadır. Öz tarixi ilə, öz dili ilə, keçmişi ilə, gələcəyi ilə maraqlanan insanlar bizim baxıcılarımızdır deyək. Seyircilerimizle paylaşın, bu maksimum auditoriya kazansın bizim bu verilişimiz.